18 ay ömrün qalıb dedilər, amma sağaldı. 2024-cü ilin aprelində sağ əlinin barmaqlarında uyuşma hissi ilə xəstəxanaya müraciət edən 27 yaşlı Yeni Zelandiya sakini Pegasus Yusted həyata dönmək üçün sözün əsl mənasında ölümə meydan oxuyub. İmmunitet testləri və beyin görüntüləmələrindən sonra ona 4-cü dərəcəli terminal hesab edilən beyin şişi, astrosistoma diaqnozu qoyulub. Həkimlər əməliyyatın mümkün olmadığını deyib, 18 aya qədər ömrü qaldığını proqnozlaşdırıb. Çoxsaylı onkoloji müalicələr, radio və kemoterapiya başlayır. 13 aylıq dövrdən sonra yenidən aparılan MRT skanlarından şişin izlərinə rast gəlinməyib. Həkimlər bu nəticəni tibbi anomaliya, yəni elmə hələ tam aydın olmayan hadisə adlandırıblar. Hazırda həkimlər rəsmi olaraq tam sağaldı deməkdən çəkinirlər, çünki mikroskopik hüceyrələr hələ görünməyə bilər. Bu hadisə sübut edir ki, bəzi ümidsiz diaqnozlar belə həkimlərin anomaliya dediyi möcüzələrlə nəticələnə bilər. Ona görə də ən ağır xəstəliklərdə əsla ümidimizi itirməməliyik.